Salam. Əlaqədə Guru Markets. Şirkət haqqında qısa məlumatlarla başlayaq. Hər bir parametri biraz daha ətraflı öyrənəcəyik. Maraqlanırsınızsa dayanacaq yerləşdirmək mümkündür. Tədqiq olunan korporasiyanın bütün parametrlərini daha yaxından öyrənə bilərsiniz. İndi biz sizinlə təşkilatın əsas fundamental göstəricilərini müqayisə edəcəyik. Supernus Pharmaceuticals, ticker SWPN. Bu baxış 27 may 2025-ci il tarixinə olan cari məlumata əsaslanır. Təsnifatına görə Guru Markets şirkət Supernus Pharmaceuticals alt kateqoriyaya aiddir. Neuro qiymətləndirmədə 64 təşkilat iştirak edir ki, bu da çox təmsilçidir. Videonun sonunda sifarişlər cədvəlinə baxacağıq. Sözü gedən şirkət üçün nəticə belədir. 10 baldan 9,5 bal. Alt kateqoriya üzrə orta bal 1,6 baldır. Çox geniş baxsanız, ümumiyyətlə bazar çərçivəsində. Bütövlükdə ABŞ fond bazarı üçün orta xalın 1,9 bal olduğunu görə bilərsiniz. Üçün 9,5 bala qarşı Supernus Pharmaceuticals. Şirkətin səhmlərinin qiymətinin dinamikasının müqayisəsi Supernus Pharmaceuticals Inc və alt kateqoriyalı şirkətlər. 12 aydır hissləri görürük Supernus Pharmaceuticals 14,4% dəyişiklik göstərdi. Alt kateqoriya üzrə qiymət dəyişikliklərinə qarşı 1123,6%. Təşkilatın bazar kapitallaşması Supernus Pharmaceuticals 1,8 milyard dollar təşkil edir. Və alt kateqoriyanın bazar kapitallaşması 67 milyard dollardır. Şirkətin balans dəyəri 1,3 milyard dollardır. 29 milyard dollarlıq alt kateqoriya kapitallaşması ilə bazar və balans dəyərinin paylarını müqayisə etdikdə aşağıdakıları görürük. İşğal olunmuş pay Supernus Pharmaceuticals Inc alt kateqoriyada isə birjanın kapitallaşmasının qiymətləndirilməsi %2,692-dir. Balans dəyərinin kapitallaşması 3,523% təşkil edir. Şirkətin bazar payının və alt kateqoriyanın balans kapitallaşmasının qiymətləndirilməsi yaxşı 1 bal. Təhlil olunan şirkətin 0,31 milyard dollar borc öhdəlikləri var. Borcun balans dəyərinə nisbəti şirkətin kapitalının 3%-ni təşkil edir. Şirkətin borc reytingi çox yaxşı 2 bal. Şirkətin qiymət qazanc nisbəti 29-dur. Alt kateqoriya üçün orta 0. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə şirkətin bazar dəyərinin mənfəətə nisbətinin qiymətləndirilməsi çox yaxşı 2 bal. Son 12 ayda mənfəət 62 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək mənfəət şərti olaraq 140 milyon ABŞ dolları həcmində qiymətləndirilir. Gözlənilən gələcək mənfəət göstəricilərinin alt kateqoriya ilə müqayisədə qiymətləndirilməsi yaxşı 1 bal. Şirkətin dəyərinin gəlirə nisbəti 2,7-dir. Alt kateqoriya üzrə orta göstərici 4,2-dir. Alt kateqoriya balı ilə müqayisədə bazar dəyərinin gəlir nisbəti balı yaxşı 0,5 bal. Son 12 ayda gəlir 670 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək gəlirin 1,40 milyon dollar olacağı gözlənilir. Proqnozlaşdırılan gələcək satış həcmlərinin göstəricisinin alt kateqoriyadakı göstəricilərlə müqayisədə qiymətləndirilməsi yaxşı 1 bal. Satış marjası 9,3% təşkil edir. Alt kateqoriyada orta göstərici -16,4%-dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə marjinallığın qiymətləndirilməsi yaxşı 0,5 bal. Alt kateqoriyada işçilərin sayında şirkətin payı 4,163% təşkil edir. Bu, bazar kapitallaşma payından 55% çoxdur.
Şirkətin bir işçisinə düşən bazar kapitalının məbləği $2666.000 bərabərdir. Alt kateqoriya üçün isə $4124.000. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən şirkətin kapitalının qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkətin bir işçisinə düşən mənfəətin həcmi $91,800. Alt kateqoriyada orta mənfi $160,400. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkətin hər bir işçisinə düşən mənfəətin qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkətin bir işçiyə düşən satışları $991.000. Alt kateqoriyada $977.000. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin bir işçisinə düşən gəlir payının qiymətləndirilməsi yaxşı 0,5 bal. Satışa çıxarılan səhnələr %7,5, alt kateqoriya üzrə orta hesabla 5,7% təşkil edir. Texniki göstərici RASO 14 şirkət üçün %49 səviyyəsini göstərir Supernus Pharmaceuticals. Alt kateqoriya üçün bu səviyyə 56%dir. Şirkətin səhnələri əslində təxminən $32,11 dəyərində qiymətləndirilir. Şirkətin səhnələri üçün konsensus qiymət təxmini təxminən $38,81-dir. Gəlin sifariş cədvəlinə keçək, o sizin üçün əlçatandır, ona keçid bağlanmış şərhdədir. Sifariş cədvəlində səhnələrin qiymətləndirilməsi üçün istinad sistemi tərəfindən müəyyən bir mövsümdə qəbul edilmiş tamamilə bütün qərarlar var. Markets. Sifariş cədvəlinə giriş pulsuz və açıqdır. Bağlanmış şərhdə keçid. Şirkətin təhlili nəticəsində Supernus Pharmaceuticals. Ehtiyatların qiymətləndirilməsi üçün məlumat və arayış sistemi Markets qərar qəbul edilir. $32,1 alış sifarişi açın. Sifariş şirkətin kifayət qədər yüksək qiymətə malik olması səbəbindən açılıb. Şirkətin qiymətləndirməsi qiymətləndirmə metodlarına, Akimin indeksinə əsaslanır. Mənfəət götürmək 35-27 səviyyəsində müəyyən edilmişdir. Stop loss 28,93 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, sonra sövdələşmə 26 iyun 2025-ci il tarixində sessiyanın sonunda avtomatik olaraq müəyyən edilir. Və ya bu tarixdən əvvəlki son iş günündə. Ticker, AHSM, satış üçün balanslaşdırma əməliyyatıdır. Balans əməliyyatı ilə bağlı video bu kanalda olacaq və ya artıq yayımlanıb. Sifarişlərdən biri bağlandıqda, əsas və ya balanslaşdırıcı. Əks sifariş son qiymətə müəyyən edilir. Bu videoya baxdığınız və məlumat və istinad sistemindən istifadə etdiyiniz üçün tamaşaçılara təşəkkür edirik. Markets.